Uşaqlar sırf Legodan, sıfırdan robot yığırlar, robot maşınlar, robot dediğimiz yəni robot maşınlar yığırlar və onu xüsusi bir proqram var. Məsələn, bizim istifadə etdiyimiz Spike-dır. Lego'nun adı Lego Set. Lego Setdə çoxdur uşaqlar. Məsələn, fərqli balaca yaşlar üçün Vedo'dur, böyüklər üçün bizdə mərkəzdə var. Spike, başqa var Ev3. Yəni Lego setlərin buraxan şirkətlərin adlarına görə fərqlidir. Və həmçinin bunların belə deyək də motoru, gücü və s. belələri fərqlidir. Uşaqlar yığdıqları robotdur, amma əla gözəl. Mən yığdım maşın, robot maşın, nə edirəm? Proqramlaşdırıram. Mənə verilib bu xəritə. Bu xəritə üzərində yarış bu xəritə üzərindədir. Necə? Robota fərqli qollar, fərqli dizaynlar vermək lazımdır ki, robot verilən bu tapşırıqların bir neçəsini həll edə bilsin. Məsələn, baxın, robotda birinci, məsələn, bu ən sadəsi budur. Robot bunu yaxınlaşdı, belə deyək də, bu itələdisə, bunun yerə düşdü və bunun yerə düşdüsə, robotda artıq belə deyək də 10 xal, 15 xal. Əgər bunu robot qol vasitəsilə gətirib bura yerləşdirə bilirsə, aha, nə gözəl, xalı daha da artır və s. Məsələn, burada fərqli tərpədirsə, görürsünüz, baxın, xüsusi bir manevrla tapşırıq icra olunur və burada da robotda xüsusi bir xallar verilir. Həmçinin o, hər birini, məsələn, orada robotun o qəmini dartıb gətirməlidir ki, tapşırığı icra eləsin və xal verilsin ona. Yəni, bunu uşaqlar eləyə biləcəyi qədər, proqramlaya biləcəyi qədər proqramlayırlar və bu xəritə üzərindəki bir neçə tapşırıqlar ən azı bir 7-sini, 8-ini idarə edirlər, həll edirlər və burada təbii ki, zaman da önəmlidir, zamana qarşı da yarışırlar.